Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçin. Biz A variantına diqqət etsək, zaman zərfi last month keçmiş zamana aiddir. Amma köməkçi feil do vasitəsilə verilir və feildə id saxlanıldığı üçün səhvdir. B variantında did your friend walk to work last Monday? Keçmiş zamana aid olduğu üçün did köməkçi feilin istifadə doğrudur. Sadəcə did yazmışıqsa feildəki idi düşməlidir, ancaq burada düşmədiyi üçün səhvdir. Do your friend walk to work last Monday? Zaman zərfi ilə köməkçi feilin uzlaşması doğru deyil. Did your friend walk to work last Monday? Bizim doğru cavabımız D variantıdır. Last Monday keçmiş zamana aid olduğu üçün did köməkçi feilindən istifadə olunur və feildəki id atıldığı üçün doğru götürülür. Y variantında isə walk təbii ki əsas özü müstəqil xəbər olduğu üçün to be formasına ehtiyac yoxdur. Burada isə word'dan istifadə olunub deyə Y variantı yanlışdır. Düzgün cavabımız D variantı götürülür.